26 sentyabr Londonda iki olimpiya çempionu arasında tarixi döyüş baş tutdu. Belə ki, 91 kilo çəki dərəcəsində mütləq dünya çempionu olan boksun jokeri Aleksandr Usyk ağır çəkidə 3 kəmərin sahibi olan Anthony Bodybuilder Joshua ilə qarşılaşdı. Döyüş yetərincə ehtiyatlı başladı. Usyk kəpənək kimi sanc, arı kimi uç metaforunun sözünün əsl mənasını ringdə tətbiq etdi. Nəhəng Joshua'nın kuvaldalarına yayınaraq bala-bala dəqiq zərbələrlə sancırdı. Tüm şokolad müəyyən epizodlarda ağır əllərini hədəfə doğru çatdırırdı. Amma Joker distansiyanı cırıb, dəqiq zərbələri dinozavrın başında şaqqıladırdı. Son saniyələrdə Nitronu qoşub Joshua'nı nokaut etməyə yaxın idi. Amma görünməyən qüvvələr Rossiya Şedra Duşa şokoladını ayaq üstə saxladı. Nəticədə Aleksandr Usyk hakimlərin yeşdilli qərarı ilə qələbə qazanır və tarix yazır.